Hər kəsə salam. Bugün mən sizə hər kəsi çox maraqlandıran növbəti bir sual haqqında məlumat vermək istəyirəm. Sual biz necə edək ki, hansı səviyyəyə qədər öyrənək ki, biz özümüzü rahat Çinlərə ifadə edək və Çin dilində də rahat başa düşə bilək. Demək, ümumi şəkildə, ümumi baza formada özünüzü ifadə etmək üçün və başa düşmək üçün 4-cü səviyyə kifayətdir. Yəni 1200-1500 söz sizi tamamilə qane edəcək. Əgər siz baza formada özünüzü ifadə edirsinizsə. Yox, əgər sizin məqsədiniz Çində oxumaqdırsa, onda HSK 4-dən artıq demək olar ki, bakalavra belə çətin qəbul almaq olur. Yəni siz bakalavr üçün belə HSK 5 səviyyəsində bilməlisiniz. Bu da hardasa 2500-2600 söz. Bəs niyə? Çünki terminologiya var. Professional terminlər var və bunları başa düşmək üçün bizə 1200-1500 söz kifayət etmir. Bizə lazımdır biraz çox söz bazası ki, biz terminologiyanı rahat öyrənək. Yox, əgər siz planlaşdırırsınızsa Çin dilində irəli səviyyələrə getməyi, yəni magistratura, doktorantura oxumağı, o zaman bu 2500 söz sizi yəqin ki, qane edə bilməyəcək və siz HSK altını alacaqsınız. Çincə oxuyursunuzsa, İngiliscə oxuyanlara şamil olunmur və bu Çinli çox yüksək bir səviyyə deməkdir. Və bəzən olur ki, mənim çox dərs dediyim, çox ətrafımda da olur ki, dərs demirəm, mənə yazır, məsləhət alır belə. Çox sağ təbii, bu arada səsim tutulduğu üçün üzr istəyirəm. Bir neçə gün video çəkmədim və ümid elədim ki, səsim düzələcək. Amma HSK ərəfəsi olduğu üçün, bilirsiniz ki, dekabr ayında mən bu videonu yerləşdirəndə imtahan olmuş olacaq, yoxsa olmamış olacaq. Həddən artıq çox danışıram, tələbələrlə dərs keçirəm, axşam səsləri dinləyirəm, HSK-yə cavab verirəm və səsim tamamilə itmiş bir vəziyyətdədir. İndirəm imtahandan sonra səsim normasına qayıdacaq. Bir müəllim olaraq səs tutulması yaşadığım ən ciddi problemlərdəndir. Mövzumuza geri qayıdaq. Olur ki, tələbələr, olur ki, şəxslər bu sektoru, Çin dili sektorunu özlərinə ixtisas olaraq mənimsəyirlər. Bu nə deməkdir? Bu deməkdir ki, siz artıq bu dildə səlis olaraq tərcümələrdə iştirak etməlisiniz. Səlis olaraq eşitdiyinizi tərcümə etməlisiniz. Səlis olaraq yazı, tərcümələrini həyata keçirtməlisiniz və s. və ilaxır. Bu halda, əgər doğrusuna qalarsa, HSK 6-dan da irəliyə gedəcəksiniz. Bunu siz əvvəldə yox, iş prosesində görəcəksiniz. Hətta elə sinxron tərcümələr olur ki, heç bir HSK-in, hətta 7-9-un belə əhatə etmədiyi sözlər qarşınıza çıxır və siz o sözləri tərcümədən qabaq, əlbəttə ki, sinxron tərcümə çətin və tərcüməli bir məsuliyyətli bir işdir və siz öncədən materialları hazırlayırsınız və görürsünüz ki, mən bu qədər söz bilirəm, 12.000, 13.000, 14.000 bəlkə də söz ehtiyatım var, amma elə bir söz çıxır ki, mən bu sözü bilmirəm. Olur, belə şeylər təcrübədə olur. Elə olur ki, keçən dəfə bir tərcüməyə hazırlaşarkən mən sinxron tərcümələri 3 gün öncədən götürürəm. Sinxron tərcüməyə gedirəmsə 3 gün öncədən materialları hazırlayıram. Heç bir spontan sinxron tərcümədə. Sinxron tərcümə dediyim kabinet içərisində oturub tərcümə nəzərdə tuturam. B2B tipli, yəni o deyirsən tipli tərcümələri nəzərdə tutmam. Belə tərcümələr sadə olur və onlara spontan şəkildə də gedirəm. Amma kabinetdən oturub tərcümə eləyiriksə, bu çox ciddi bir tərcümədir. Çünki burada sizin düşünmə sürətiniz, hazırlıq səviyyəniz çox önəmlidir. Hörmətli tərcüməçilər, bu məqamlara diqqət eləyək. Belə tədbirlərdən görüntü ala bilmirəm, amma həmişə istəmişəm görüntü alım və siz oradakı gərginliyi görəsiniz və o tərcümələrə hazırlıqsız getmək mümkün deyil. Və keçən dəfə hazırlaşanda belə bir söz qarşıma çıxdı. Uşaq zorakılığı Azərbaycanca gedir, amma Çincə bu rus dilindəki kimi ayrıca bir termin idi. Bu termini səsləndirmək istəmirəm, bilmirəm YouTube senzurası varmı ya yox. Uşaq zorakılığı üçün bir termindir. Və bu termini mən öncə heç bir yerdə görmüşəm. Təxmin elə bildim sözü görəndə. Çünki Çin dili kök dillər qrupuna aid olduğu üçün uşaq və zorakılıq sözünü zaten bilirsinizsə təxmin edə bilirsən.
Amma belə sözlər olur ki, yəni siz onu öncədən görməmisiniz və görəndə deyirsiniz ki, bəli, deməli ki, elə sözlər var ki, biz hələ də hər bir zamanda bunları öyrənməliyik və başa düşürsüz ki, məsələn, eciski 6 ümumiyyətlə bəs etməz və mən irəlini öyrənməliyəm. Bir müəllim olaraq daim mən məsələn özümü inkişaf etdirirəm. Çünki eyni zamanda tərcüməçi olaraq da fəaliyyət göstərirəm. Və yəni düşünürəm ki, əgər siz baza səviyyədə özünüzü ifadə etmək istəyirsinizsə, bizneslə məşğulsunuzsa Çində, sadəcə baza ifadə məqsədiniz varsa, yox da hobbi kimi öyrənirsinizsə, 4-cü səviyyə sizin üçün kifayətdir. Yox, professional fəaliyyət göstərməyə planlaşdırırsınızsa, o zaman siz 6-nı ilkin məqsəd olaraq özünüzə götürün. Bu mənim uzun müddət düşündüyüm və cavablarını bir araya topladığım bir videodur. Ümid edirəm baxanlara faydalı olacaq və suallarınız olarsa mənə istiqamətləndirə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.